Uşaqlar, dərsimiz dördbucaqlardır. Sual-cavablı formada bərabər işləyək. Ümumiyyətcə, dördbucaqlar haqqında nə qayda bilirsiniz? Bildiyiniz qaydalar mənə deyin görüm. Dörd nöqtədən ibarət düz xəttlər birləşməsi. Məsələn, düzbucaqlı Müəllim. kimi düşünək. Bax, məsələn, düzbucaqlıdan danışaq. Kvadrat və düzbucaqlı 90 dərəcədir hər tərəfi. Bax, ümumi gəl birinci düzbucaqdan danışaq. Hər bucağın dərəcəsi nəyə bərabərdir burada? 90 dərəcəyə. 90. Hər bucağımızın dərəcə ölçüsü 90-a. 90 dərəcədir. Ay, sağ ol. Ümumi düzbucaqlının daxili bucaqlarının cəmi 360 dərəcə. 360 dərəcə. Yəni 90 var, eləyir ümumi daxili bucaqlarının cəmi 360 dərəcə. Bu hissəni A ilə işarə edərik, bu hissəni B ilə. A bizdə nədir burada? Eni. A endir. Bucaqlığın enidir. B isə B də uzunluğu. uzunluqdur. B isə nədir? Uzunluqdur. Uzunluq. Uzunluqdur. İndi mənə deyin görüm. Üçbucağın sahəsi nəyə bərabərdir? S hərfi ilə işarə olunur. AB. AB. Sağ ol. A vurulsun, B-yə bərabərdir. Yaxşı, mənə deyin görüm. B-ni biraz qəribə yazdım. Bircə saniyə. A vurulsun, B-yə bərabərdir. Yaxşı, üçbucağın perimetri nəyə bərabərdir? Vurulsun asta gəl bir. A vurulsun. A üstəgəl B vur 2. Ay, sağ ol. Uzunluğu ilə eni toplayıb alınan cavabı 2-yə vururuq. Yaxşı, uşaqlar. Düzbucaqlı budur. Tamam, düzbucaqlını bildik. Burada problem yoxdur. Hər şey əladır. Bəs yaxşı, kvadrat nədir? Mən 4 Müəllim, kvadratın dörd tərəfi bir-birinə bərabərdir. Fiqura. İndi Dörd burada tərəfi çəkildə bərabər. nisbətən bərabər kimi görsənməz. Elə olar bir tərəfi bir tərəfindən uzun olsun. Bəli. Amma Dörd dörd tərəfi tərəfi bir-birinə bərabər kvadratı. Yenə daxili Dörd tərəfi bucaqları bir-birinə 90 dərəcədir. 4 dənə bucağı var. 360 360. dərəcə. Cəmləri olur 360 dərəcə. Amma burada AB yazmırıq. Hamısı A. A'dan. Çünki 4 tərəfi bir-birinə Hamısı bərabər bir-birinə olur. bərabər olduğundan. Bura 4 bucaqlı deyilir. Yəni kvadrat deyilir. İndi mənə deyin görüm. Burada S nəyə bərabərdir? Sahəli üsulu nəyə bərabərdir? 2A. A-nın kvadratı. Yo, A'nın kvadratı. Məsələn, sənə bir tərəfi verər 2. Məsələn, ya da verər bir Perimetri tərəfi isə müəllim 4 aya. Məsələn, gəl üstündə işləyək bunu. Məsələn, deyək ki, tərəfin birini verib 6. Sahəsi nəyə bərabərdir? Deyirik, S bərabərdir 6-nın kvadratı. 36-ya. Perimetri isə 4A-ya bərabər. A isə perimetr nəyə bərabərdir? 4 4 A. 4 A. Bu da bərabərdir 24. A isə 4 tərəfimiz var, bir tərəfimiz A-ya bərabərdir. Tərəfi O da 4-ə vurmamız kifayətdir. 6 dəfə də 4-ü vuracağıq, edəcək 24. Bu da dördbucağın qaydası. Daha doğrusu üzrü sayın kvadratın qaydası. Kvadrat. İndi gəlin nümunələrlə bir-iki misallardan fərqli görə biləcəyimiz suallar haqqında müzakirə edək. Məsələn, bizə deyir ki, düzbucaqlı üçbucaqdan gedir söhbət. Ya da üzrü sayın üçbucaq ağlım qalıb o bir dərsdə. Düzbucaqlı verib bir dənə. Bizə deyir ki, bu düzbucaqlının perimetri bir dənə düzbucaqlıdır. P bərabərdir 180-ə. P bərabərdir 180-ə. Bu formada verib. Sənə deyir ki, eni 30 sm-dir. Enini verdi 30 sm. Tərəfi bu düzbucaqlının uzunluğuna bərabər olarsa, perimetri tapın. Mama, tənlik kimi elədik də. Müəllim, P 180 bərabərdir. 2 vurulsun. Mən belə eləyəcəyik. X vurulsun 30 bərabər 180 eləyib oradan Bir X dənə, tapacaq. uşaqlar, sakit bir dənə qışqırışmayın ki, sonra bir dənə bax sırayla səslər bağlı olsun, ümumi fikri olan əlini qaldırsın, orada bax işarə var. Mən sualı verim, cavab verin. Qarışıq səs yaradırsınız, sonra özünüz başa düşməyəsiniz. Baxın, sizə deyirəm ki, bu üçbucaq, düzbucaqlının perimetrini verib bizə 180, eni isə 30-dur. Sənə deyir ki, əlavə olaraq bir dənə kvadrat verib. Bu kvadratın tərəfi bunun uzunluğuna bərabərdir. Yəni, bura x-dirsə, bunun da tərəfləri x-dir. Sənə deyir, bu dördbucaqlının, yəni kvadratın perimetrini tap. İlkin olaraq nə etməliyik? Gəlib buradan uzunluğunu tapmalıyıq. Uzunluğu tapmaq üçün, x-i tapmaq üçün nə etməliyik? P-nin düsturu nə idi? Düzbucaqlıda P nəyə bərabər idi? 2 vurulsun asta gəl B-yə. 2 vurulsun, A isə gəl B-ni yazdın. A 30. 2 vurulsun. A-nın yerində x Asta gəl. taplayırsan, üstə gəlsin. B-nin yerinə 30 yazırsan. Bərabərdir. Perimetr 180. 180. X üstə gəl 30 bərabərdir 90-a. A isə x üstə gəl 30 bərabərdir. 182-yə X bölünür 60-a. 90. 90. 30-u keçirdirəm. X 60. Müsbətlə çıxmayla. 60. 90-dan da 30 çıxanda qalır 60. Deməli, kvadratın tərəfinin biri nəyə bərabər imiş? 60-a. bərabər imiş. 60-a. Kvadratın perimetri Deməli, 2600. perimetrdə 3600. 4-ü vuracaq 60-a.
Alınacaq müəllim 240. 240. Elda, sən dediyin sahəsidir. Mən perimetr istəyirəm. Kvadrata yüksəltməyə ehtiyac yoxdur. 4-ə vurmağın kifayətdir. Bu da eləyəcək 240. Cavab olacaq 240. Bu sual aydın olsa keçək ikinci suala. Səslər bağlansın, diqqətlə yerinizdə həll edin, daha sonra cavab verin uşaqlar. Cavab verməyə ya da qışqırışmağa tələsməyin. Mənə deyin görüm, kvadratın sahəsi verib. Bir dənə bizə kvadrat verilib. Bu kvadratın sahəsi verib. S bərabərdir 121 desimetrin kvadratı. 121 desimetrlə verib eyb olmaz. Desimetrlə apararsan misal axıra qədər. 121 desimetrin kvadratı. Desimetrin kvadratı. Bu formada verib. Tərəfi kvadratın tərəfinə bərabər olan bərabər tərəfli üçbucağın perimetrini tapın. Yəni deyir, əlavə bir dənə üçbucaq verib. Bu üçbucağın tərəfi, bu x, bunun bir tərəfinə bərabərdir. Bu üçbucağın Mən deyim. perimetrini tap. P nəyə bərabərdir? Deyə bilərəm Mən müəllim. deyim mi? Aldığınız Mən deyə qiyməti deyil. bilərəm. Yox, izah istəmirəm. İzahı ecm eləyəcəm. Gerek ortada düşsün. Ot- Aldığınız 33 desimetr. 33 müəllimə, 33 desimetr. Gəlin baxaq indi görək 33 tapanlar düz tapıb yoxsa yox. Mənim Siz 33. variantın cavabınızı deyin, mən izahı verəcəm özüm. Deyirik ki, kvadratın sahə düstur nəyə bərabərdir? S bərabərdir A kvadratına. A kvadratı, yəni bərabər imiş nəyə? 121-ə. Nəyin kvadratı 121 edir? 11-in. A-nı tapırıq 11. Deməli, kvadratın bir tərəfi, A tərəfi 11-ə bərabər imiş. Yəni, burada da 11-ə bərabərdir. Üçbucağın üç tərəfi 11-ə bərabərdir. P bərabərdir. Bərabər tərəfli üçbucaqda nəyə bərabərdir? 3 A-ya. Yəni, bir tərəfi 11-i vururam 3-ə. 33. O da bərabər 33. edir 33 desimetr. Bəli, Aysel, çox qəşəng, əla. Gəlin indi üçüncü bir nümunəmizə keçək. Bircə saniyə ekran təmizləyim. Yenə cavabı tapın, mənə deyin düzlüyünü səhvliyinə görə, ondan sonra izaha keçim. Perimetri 60 sm olan düzbucaqlını 4 kvadrata ayırıblar. Bir dənə sizə düzbucaqlı verir. Perimetri 60-a bərabərdir o düzbucaqlının. Onu 4 dənə bərabər kvadrata ayırır. Bu kvadratlardan birinin perimetri nəyə bərabərdir? İndi bizə deyir ki, uşaqlar, yəni düzbucaqlı var. Bu düzbucaqlının perimetri P bərabərdir nəyə? 60 santimetrə. Ümumi fiquru düzbucaqlını verib 60. 4 bərabər hissəyə ayırıb. 1, 2, 3. Buradan indi gəl yan tərəfi silim. Bura 4 olsun. Ki, yan tərəfi görməyin. Belə. 4 bərabər hissəyə ayrılıb. Buranı silim. Təzdən çəkeyim. 4 bərabər hissəni daha götürə bilim. 5 olub sizə karıxdırmasın. Aha. Bu formada 4 bərabər hissəyə ayırmışıq. Deyir 4 bərabər hissəyə ayırıb. Burada bir dənə alınan, bax bir dənə kvadratı soruşur. Məsələn, bu kvadratı. Bu kvadratın perimetri nəyə bərabərdir? Biz də deyirik ki, əgər burada bərabər kvadratlara ayırıbsa, deməli bunların hər tərəfinin səthi x-ə bərabərdir. Hamısı x-ə bərabərdir. Ümumi kənarlarda nə qədər xətt görürük? Hamısını sayırıq. 1, 2, 3, 4, 10 dənə müəllimə. 5, 6, aşağı, 4 də aşağıdadır. 10 dənə xəttimiz var. Deməli 10 dənə x-imiz var. 10 x-imiz nəyə bərabərdir? Perimetrimiz neçə idi? 60-a. 60. X də bərabərdir. 60 10-a böləcək. Neçə düşəcək? 6. 4. 6. 60-ı 10-a bölürsən. Düşür 6. X-i 6 tapdın. Bir dənə kvadratının neçə dənə tərəfi var? 4 dənə tərəfi var. Yəni 4 dənə x-i var. Deməli, aldığımız cavabı da 4-ə vurmalıyıq. 6 dəfə də 4-ün neçə idi? Cavab 24. 24. Yəni bir kvadratımızın tərəfi nəyə bərabər imiş? 24 santimetrə 24. bərabər imiş. Bir dənə nümunə sual işləyək. Məsələn, bizə desin ki, belə bir sual verilsin. Kvadratın perimetri 24 santimetrdir. Yenə bir dənə kvadrat verilib. Bu kvadratın perimetri P bərabərdir 24 santimetrə. Bizə deyir ki, eni bu kvadratın tərəfinə bərabər, uzunluğu isə eninin yarısının 3 misli olan düzbucaqlının perimetrini tap. Bax, kvadratın perimetri 24 santimetrdir. Eni bu kvadratın tərəfinə bərabər olan bir dənə düzbucaqlı var. O düzbucaqlının eni bu kvadratın tərəfinə bərabərdir. Yəni, buranın eni x, bunun bir tərəfi x-ə bərabərdir. Uzunluğu Müəllim deməli 6-ya düzbucaqlının- bərabərdir. Yəni, asla oradan sıracı taparsan, hələ ki, qoy şərti tam deyim. Uzunluğu isə eninin yarısının 3 mislinə bərabərdir. Yarısının 3 mislinə 9. bərabərdir. 9. Bilərəm 30 santimetr. Buranın perimetrini istəyir məndən. Gəl bura, birinci buranı tapaq. 30 santimetr. Aha, Mənim 30. perimetr.
nəyə bərabərdir? 4A-ya bərabərdir, düzdürmü? 4A bərabərdir 24. A nəyə bərabərdir? 24-ü 4-ə böləcəm 6. 36. Deməli, kvadratın bir Düzbucaqlığın 6-ya perimetri bərabərdir. 30-dur. Bax, bu tərəfi 6-ya bərabərdirsə, deməli, bu da nəyə bərabərdir? 6-ya bərabərdir. 6. Amma mənə deyir ki, uzunluğu isə bunun yarısının 3 mislidir. 6-nı yarıya Dokuz. bölürəm. Deməli 2-yə bölürük. 9. 3. Vuracaq isə 9. Aysa 6-nın yarısının 3 misli. 6-nı yarıya Dokuz. bölürəm. 3, 3-ü Sonradan vuracam 9 9. ilə 6-nı toplayırıq 15. O da 2-yə vururuq 30. 30. Toplayacaq neçə eləyəcək? 15, 15-də 2-yə vuracaq. 30. 6 metr. 30. 30 santim. Bax, belə vurmağı yadınızdan çıxartmısansa 9 burası, 9 aşağıdır. 6 burası, 6 qarşıdır. Nə görsənsə topla. Bu formada da gedə bilərsən. Deyin görüm uşaqlar mənə. Linkin 1 dəqiqə 50 saniyəsi qalıb. Bu sualı da araya sıxışdırım. Ondan sonra təzədən link atacağım. Bir dənə ABCD kvadratı verilib bizə. Bir dənə kvadrat verir. Deyir kvadratın sahəsi, tərəfləri A, B, C, D-dir. Bu formada verib. A, B, C. Deyir bunu 4 bərabər hissəyə ayırıb bu formada. Ortadan 2 dənə xətt çəkib 4 dənə bərabər hissəyə ayırıb. Deyir ki, bunun ümumi sahəsi, bu böyük olanın sahəsi S bərabərdir 24-də. Bütöv ABCD-nin sahəsi 24-ə bərabərdir. 4 dənə bərabər hissəyə alınıb. Tərəflər Alınan bir fərqli. hissənin sahəsi nə qədərdir? Məsələn, deyir, bunun bir dənəsinin sahəsini soruşur. Nəyə bərabərdir? Təbii ki, necə deyəcək? Aysa deyirik ki, ümumi sahə 24-ə bərabərdir. 4 dənə bərabər kvadrat yaranır. Deməli, nəyə böləcəm? 4-ə böləcəm. Neçə Altı. eləyir? 6. Deməli, hər kvadratın sahəsi nə qədər imiş? 6. 6 var. 6 imiş. Ay, sağ ol. Bir tərəfi soruşursa birini götürsən. 6. Bir tərəfi götürsənsə 6 ilə 6-nı toplayırsan 12. Uşaqlar, gəlin linki dayandırım. Təzəsini atım. Gözlüyüm bircə saniyə. Davam nümunələrə baxaq.